Dünyanın bir nömrəli xəbəri olan Ukraynanın Donetsk şəhər yaxınlığında 298 nəfərin ölümü ilə nəticələnən Malayziya Hava Yolları şirkətinə məxsus Boeing 777 təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Həllik təyyarənin dəqiq kimin vurması məlum olmasa da Rusiya və Ukrayna tərəfi bir-birlərini ittiham edirlər. Ukraynanın Donetsk şəhəri yaxınlığında Malayziya hava yollarına məxsus Boeing 777 təyyarəsinin yerdən raketlə vurulduğu müəyyən edilib. Amerikan kəşfiyyat orqanlarının əməkdaşları apardıqları araşdırmalardan sonra belə nəticəyə gəliblər. Yerə çırpılan təyyarənin göyərtəsindəki 283 sərnişin və 15 ekipaj üzvünün hamısı ölüb. Hollandiya paytaxtı Amsterdamdan Malayziya paytaxtı Kuala Lumpura getməli olan təyyarə Donetsk bölgəsindəki Xrabovi kəndi yaxınlığına düşüb. Təyyarənin qalıqları geniş bir sahəyə yayılıb. Ətrafa səpələnən meyitlərin 121-i müəyyən edilib. Hadisəyə görə Ukrayna və Rus separatçıları bir-birlərini günahlandırıblar. Ukrayna prezidenti Pyotr Poroshenko hadisəni terror adlandırıb. Təyyarənin Rus separatçıları tərəfindən vurulduğunu bildirib. Ukrayna Təhlükəsizlik Xidməti təyyarənin vurulması ilə bağlı Ruspərəst qüvvələr arasında telefon danışıqlarının olduğunu açıqlayıb. Qeydlərdə separatçıların liderlərindən Igor Betslerin Rusiya kəşfiyyatçıları ilə söhbətində bir təyyarə vurmalarından bəhs edilir. İkinci qeyddə isə iki silahlının təyyarənin düşdüyü bölgənin 25 kilometr şimalında raket hücumu reallaşdırdıqlarını söylediği yer alır. Hələlik bu telefon danışıqlarının həqiqiliyi təsdiqlənməyib. Rəsmi Moskva isə təyyarənin vurulmasına görə istənilən halda məkan olaraq Ukraynanın məsuliyyət daşıdığını bildirib. Təyyarədə olan sərnişinlərdən 154'ü Hollandiya vətəndaşı, 27'si Avstraliyalı, 23'ü Malazyalı, 23'ü Birləşmiş Ştatlar, 9'u İngiliz, 4'ü Alman və daha 4'ü isə Belçikalı olub. 50'dən çox sərnişinin hansı ölkənin vətəndaşı olduğu müəyyənləşməyib. Birləşmiş Ştatlar prezidenti Barack Obama hökumətə qəzanın niyə baş verdiyini dəqiqləşdirmək üçün göstəriş verib.